Salam əziz 4-cülər, sizləri kanalımda xoş gördük. Biz bugün 4-cü sinif riyaziyyat 2-ci hissə dərsindən səhifə 74-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Gəlin başlayaq. Misal 14. Qanunlu uyğunu müəyyən edin. Növbəti 3 ədədi yazın və onların cəmini tapın. Deməli 2,9, 3, 3,1, 3,2, 3,3, 3,4. Deməli tapdığımız bu əlavə etdiyimiz 3,2, 3,4 və 3,4-ü toplayırıq, edir 9,9. Bizə deyir növbəti 3 ədədi yazın və onların cəmini tapın. 0,62, 0,52, 0,42, 0,32, 0,22, 0,12. Deməli 0,32 üstə gəl 0,22 üstə gəl 0,12. Sıfırları olduğu kimi saxlayırıq, qalır 32, 22, 12 toplayırıq, edir 64. 2,8, 2,9, 2,1, 2,11, 2,12, 2,13. 2,11 üstə gəl 2,12 üstə gəl 2,13 edir 6,36. Burada hər bir kəsirlərin qarşısında nöqtəli vergül qoymuşam ki, bunlar bir-birindən aid etmək olsun. Bir-birinə qarışmasın. 4-cü 0,6, 0,5, 0,4, 0,3, 0,2, 0,1. 0,3 üstə gəl 0,2 üstə gəl 0,1 edir 0,6. %5, %10, %15, %20, %25, %30. %20 üstə gəl %25 üstə gəl %30 məxrəci olduğu kimi saxlayırıq, sürətləri toplayırıq. 20 üstə gəl 25 üstə gəl 30 edir 75. %7, %13, %19, %25, %31, %37. %25 üstə gəl %31 üstə gəl %37 bərabərdir %93. 0,67, 0,56, 0,45, 0,34, 0,23, 0,12. 0,34 üstə gəl 0,23 üstə gəl 0,12 bərabərdir 0,69. 0,14, 0,28, 0,26, 0,24, 0,22, 0,20. Deməli 0,24 üstə gəl 0,22 üstə gəl 0,20 bərabərdir 0,66. Misal 15. Aynur bərabər kütləli kublardan fiqur düzəltdi və bu fiqurun müxtəlif tərəflərdən görünüşünü çəkdi. Onun düzəltdiyi fiqur hansıdır? 10 kubun kütləsi 1,5 kiloqram olarsa, Aynurun düzəltdiyi fiqurun kütləsi neçə kiloqramdır? Deməli bizə verilmişdir onun üstdən, öndən və yuxarıdan. Baxırıq ki, hansı şəkil bura uyğundur? Onun düzəltdiyi fiqur hansıdır? Budur. İkinci şəkil, ikinci fiqur. İkinci sualımızda isə Aynurun düzəltdiyi fiqurun kütləsi neçə kiloqramdır? 1,5 bölünsün 10 edir 0,15. 0,15'i 4'ə vurduqda 0,6. 0,60 edir. 6'nı biz 0'ı yazmırıq. 1,5 üstə gəl 0,6 edir 2,1. Aynurun düzəltdiyi fiqurun kütləsi 2,1 kiloqramdır. Misal 16. Hesablayın və cavablar arasında şərtə uyğun olanları müəyyən edin. 0,75 üstə gəl 0,2, 0,95. 14,4 çıx 10,3, 4-dən 3 çıxarıq 1, 4-dən 0 çıxarıq 4. 5,2 üstə gəl 2,14, 2-nin üstə 4 gəldikdə 6, 0-ın üstə 1 gəldikdə 1, 5-in üstə 2 gəldikdə 7. 9,62 çıx 1,6 edir 8,2. 3,5 üstə gəl 1,9 edir 4,59. 5,28 çıx 1,2 edir 4,8. 3,4 üstə gəl 1,5 üstə gəl 1,21 edir 5,66. 4,5 üstə gəl 3,28 üstə gəl 2,1 edir 9,79. Gəlin suallara cavab verək. 2 və 4,76 ədədləri arasında yerləşən ədədlər.
Deməli 4,1 ilə 4,8. Yüzdə birlər mərtəbəsində 6 rəqəmi olan ədədlər. 7,16, 5,66. 5,8-dən böyük olan ədədlər. 7,16, 8,2, 9,79, 6,98. D variantı. Onda birlər mərtəbəsindəki 9 rəqəmi olan ədədlər. 0,95, 6,98. Misal 17. Müqayisənin doğru alınması üçün boş xanalara uyğun rəqəmlər yazın. 2-də 1 kiçikdir 1-dən. 7-də 4 kiçikdir 7-də 6-dan, o da kiçikdir 1-dən. 3,4 böyükdür 3,3-dən. 5-də 1 kiçikdir 5-də 3-dən, o da kiçikdir 1-dən. 9-da 2 kiçikdir 6-da 2-dən, o da kiçikdir 3-də 2-dən. 7-də 3 kiçikdir 5-də 3-dən, o da kiçikdir 1-dən. 3,5 böyükdür 3,45-dən. 2,3 kiçikdir 4-dən, o da kiçikdir 5-dən. 5,10 bərabərdir 5,1-ə. 7,1 kiçikdir 7,12, o da kiçikdir 7,2. 3,4 kiçikdir 4,7-dən. 6,8 kiçikdir 6,88-dən. Məsələ 18. Xalçanın uzunluğu masanın uzunluğunda 1 metr uzundur. Masanın eni uzunluğundan 2 metr qısadır. Xalçanın eni masanın enindən 2 dəfə uzundur. Xalçanın perimetri və sahəsi nə qədərdir? Bəli, görürük bizə burada verilmişdir 5 metr. Xalçanın uzunluğu masanın uzunluğundan 1 metr uzundur. 5-dən 1 çıxarıq 4, 4-dən 2-ni çıxarıq 2, 2-ni 2-yə vurarıq 4. Perimetri tapmaq üçün 2 vurulsun, 5 üstə gəl 4 bərabərdir. 2-ni 9-a vurarıq, edər 18 metr. Sahəni tapdıqda isə 5 vurulsun 4 bərabərdir 20 kvadrat metr. Bugünkü tapşırıqlarımız bu qədər, əziz dördüncülər. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağınızı və videolarımızı bəyənməyinizi xahiş edirik. Hələlik.